Mən bu günlərim sizə piramidalar mövzusunu izah edəcəm. Mənə diqqətlə qulaq asırsınız. Bacardığım qədər elə eləyəcəm ki, heç nə yadımdan çıxmasın. Buna qulaq asırsınız, sonra başlayırsınız testi işləməyə. Deməli, şəkildə piramida göstərilib, SABCD piramidası göstərilmişdir. Ümumiyyətlə piramida nədir? Bir üzü hər hansı bir çoxbucaqlı, qalan üzləri ortaq təpəli üçbucaqlar olan çoxüzlüyə biz piramida deyirik. Ortaq təpəli üçbucaqlara piramidanın yan üzləri deyilir. Onların birləşməsinə də piramidanın yan səthi deyilir. Yaxşımı? Çoxbucaqlıya piramidanın oturacağı deyirik. Bütün yan üzlərin ortaq nöqtəsinə piramidanın təpəsi deyirik. S nöqtəsi. Bu şəkildə S nöqtəsidir. Daha sonra təpədən oturacaq müstəvisinə çəkilmiş perpendikulyara isə piramidanın hündürlüyü deyirik. O da SO-dur. Aydındır, SO piramidanın hündürlüyüdür. Daha sonra piramida, bax, o aşağısındakı olan o oturacağındakı olan o çoxbucaqlının adı ilə adlandırılır. Məsələn, 3 bucaqlı piramida deyirik, 4 bucaqlı, 5 bucaqlı və s. piramidalar deyirik. Uşaqlar, bir də sizə söz deyəcəm. Diqqətlə qulaq asın, məsələlərdə bu çox lazım olur. Bax, bu şəkildə. Birinci yazıram. Təpədəki müstəvi bucaqlar. Müstəvi bucaqlar. Deməli, təpədəki müstəvi bucaqlar bu şəkildə hansıdır? Baxın, şəklə diqqətlə baxın. D, S, C. Bax, D, S, C. Deməli, bax, qeyd edirəm. Siz də şəkildə özünüz diqqətlə baxın. D, S, C bucağı. Daha sonra A, S, D bucağı. Bax, A, S, D bucağı. Gördünüz? Sonra A, S, B bucağı. Yaxşı. Bu bucaqlar hansı bucaqlardır? Təpədəki müstəvi bucaqlardır. Aydındır. Sonra gəldi ikinci. Deməli, ikinci yan tillə, bax, yan tillə oturacaq müstəvisi arasındakı bucaq. Deməli, bu hansıdır? Bax, bucaqları yazıram. Bucaq S, C, O. Gördünüz? Bax. Bu bucaq. Bucaq S, C, O. Daha sonra hansını deyə bilərik? Bucaq S, A, O. Bax, bucaq S, A, O. Hansı bucaqdır? De, bu bucaq. Gördünüz? Bucaq S, D, O. S, D, O. Bunlar hansı bucaqlardır? Yan tillə oturacaq müstəvisi arasındakı bucaq. Üçüncüsü, oturacaqdakı ikiyüzlü bucaqlar. Ben yazıram. İkiyüzlü bucaqlar. Yaxşı mı? Yəni ki, bu hansı bucaqdır? Oturacaqla yan üzlər arasındakı bucaq. Hansını göstərə bilərəm? SKO. Bax, bucaq SKO-nu məsələn şəkildən göstərə bilərəm. Sonra dördüncü, yan tillə, daha doğrusu yan tillərdəki ikiyüzlü bucaqlar. İkiyüzlü bucaqlar. C, şəklə baxın, bu şəklə. Deməli, buradan qoy bir dənə, onda bir dəqiqə şəkli tamamlayayım. Bir dəqiqə, bax, ki, görsənsin. Baxın, CB-yə, CB yan tilinə. Bax. Buradan bir dənə CN hündürlüyü çəkirəm. Bax, CN. Gördünüz? İndi hündürlük deyil, bucaq çəkirəm daha doğrusu. Yan tillərdəki ikiyüzlü bucaqlar. Bax, bu şəkildə. Qoy tam göstərim. Bir dəqiqə. Əslində ora mən elə hündürlük çəkmiş oldum. Bir də buradan çəkəcəm. Bir dəqiqə. İndi görəcəksiniz. Bax. Bu bucaq. Deməli, hansı oldu? CNA bucağı. Bu hansıdır? Yan tillərdəki ikiyüzlü bucaqlardır. Aydındır. Aha, davam edirik. Uşaqlar, qoy elə buraya yazın. Bax, qulaq asın. Ümumiyyətlə, M bucaqlı piramidada, bax, yazıram. Təpə nöqtələrinin sayı. N plus 1. Düzdür, o 1 nədir? 1 yəni baba bu təpədəki də. N odur ki, elə bir oturacağındakı təpələr. Bir də plus 1.
2. İkinci nəyi yazaq? Üzlərin sayı. Üzlərin sayı. Üzlərin sayı düsturu necədir? Elə o da n plus 1'dir. Daha sonra diagonal kəsiklərinin sayı. Diagonal kəsiklərinin sayı. Bunun düsturu necədir? N vur n çox 3 bölü 2. Daha sonra tillərin sayı. Bax. Tillərin sayı. Bu düsturda 2n'dir. Aydındır. Tillərin sayı düsturu da 2n'dir. Yaxşı. Davam edirik. Davam edirik. Düzgün piramid. Bax. Bircə dəqiqə. Aha. Deməli, düzgün piramida. Bax, düzgün piramida nədir? Mənə diqqətlə qulaq asın. Oturacağı düzgün çoxbucaqlı və hündürlüyünün oturacağı bu çoxbucaqlının mərkəzi olan piramidaya nə deyirik? Düzgün piramida deyirik. Yaxşı. Bir də piramida çəkeyim məsələn. Bax, düzgün üçbucaqlı piramida çəkək. Bax, məsələn bir dənə düzgün üçbucaqlı piramida çəkirəm. Gördük. Bu S. Bu S. Bax. Bu olsun tutaq ki M. Sonra bu nöqtə olsun O. Buradan bir hündürlük endirək. Sonra məncə hər şeyi qeyd elədim. Deməli, bax uşaqlar, bu düzgün üçbucaqlı piramidadır. Bax bu piramidada yadınızda saxlayın. OM, bax OM balaca R-ə bərabərdir. OC də böyük R-ə bərabərdir. Balaca R odur ki, daxilə çəkilmiş çevrənin radiusudur. Böyük R odur ki, xaricə çəkilmiş çevrənin radiusudur. Ümumiyyətlə bunlar dedim, bax bunun düzgün piramidanın bütün yan üzləri bərabər yanlı üçbucaqdır. Yaxşı, düzgün üçbucaqlı piramidanın bütün yan üzləri bərabər yanlı üçbucaqlardır. Yaxşı, bərabər yanlı üçbucaqlardır. Daha sonra ümumiyyətlə düzgün piramidanın sahə düsturu S yan bərabərdir 2'də 1 P oturacaq vur H-dır. P oturacağın perimetridir. S yan zaten sahəsidir. H da apofemdir. Apofem. Yaxşı. Sonra həcmi 3'də 1 S oturacaq vur H-dır. Bu da həcm düsturudur. Sonra deməli başqa nə var? Bir də bir şey var. Bax o düsturu da deyəcəm sizə. Buna elə bir ki ortogonal proyeksiyan sahə düsturu deyirik. S oturacaq bərabərdir. S yan vur kosinus alfa. Yaxşı. S oturacaq bərabərdir. S yan vur kosinus alfa. Buradan da bizə əgər lazım olsa kosinus alfa bərabərdir. S oturacaq böl S yan. Yaxşı mı? Sonra mən bir dənə düzgün bax bu düzgün üçbucaqlı piramidaydı. Bir dənə də düzgün dördbucaqlı piramida çəkeyim. Bax, bir dənə də düzgün dördbucaqlı deyəndə, yəni ki bir dəqiqə, bax. Deməli, bu diagonalların kəsişdiyi nöqtə. Buradan belə hündürlük çəkirik. Gördünüz? Bu oldu H. Sonra daha sonra bu oldu apofem. Gördük. Burada bax bunlar R'dir. Böyük R'dir. Amma balaca R. Bax bu balaca R'dir. Yaxşı. Bax bu balaca R'dir. Məsələlərdə lazım olar, ona görə qeyd elədim. Diagonallardan elə bil oturacağın yan tərəfinə qədər məsafə. Sonra davam eləyək. Yan tilləri, baxın. Yan tilləri qarşılıqlı perpendikulyar olan üçbucaqlı piramida. Bax, şəkil çəkirəm. Bir dənə üçbucaqlı piramida çəkirəm.
Deməli olsun A, B, C, bu da olsun O. Yaxşımı? Yan tilləri qarşılıqlı perpendikulyar olan piramida. Bu nə deməkdir? Yəni bax bu şəkildə bucaq AOB bərabərdir bucaq BOC-yə, o da bərabərdir bucaq AOC-yə, o da 90 dərəcədir. Yəni bu deməkdir bu. Yaxşı, bunlar hamısı bir-birinə perpendikulyardır. Deməli, bu zaman həcm və belə bir düstur imtahana düşmüşdü. Deməli, bu zaman həcm, bax bu şəklə görə AO, bu nədir belə? Qəşəng olsun, qəşəng rəng. Rəng tapa bilsək. Hə, şu. Deməli, AO, V bərabər nəyə? Deməli, V bərabərdir AO vur, BO vur, OC böl 6. Yaxşı. Deməli, bu nə oldu? Yan tilləri qarşılıqlı perpendikulyar olan üçbucaqlı piramidanın həcm düsturudur. Bəs yaxşı, S-yan nəyə bərabərdir? Bax, S-yan düsturu olaraq 2-də 1. Şəklə uyğun olaraq AO vur, BO, AO vur, OC, BO vur, OC-yə bərabərdir. Aydındır? Aha, uşaqlar, indi sizə bir dənə söz deyəcəm. Əgər piramidanın yan tilləri bərabərdirsə, onun hündürlüyü oturacağın xaricinə çəkilmiş çevrənin mərkəzindən keçir. Bax, indi göstərəcəm mən sizə nə demək istəyirəm. Bax, deməli, bir dənə piramida çəkirəm. Üçbucaqlı piramida çəkəcəm, yan tilləri bərabər olan. Bax, mən sizə bunları göstərməliyəm. Piramida biraz uzun mövzudur. Bir izah edirəm. Deməli, A, C, B, bu da olsun S. Gördünüz? Bax, burada yan tilləri bərabərdir. Nə deməkdir? SA bərabərdir SB bərabərdir SC. Yaxşı mı? Deməli, piramidanın təpə nöqtəsindən oturacağa endirilmiş hündürlük, deməli, oturacaqdakı fiqurun xaricinə çəkilmiş çevrənin mərkəzinə düşür. Elə bil ki. Buradan bir endirilmiş bir hündürlük hara düşür? Xaricə çəkilmiş çevrənin mərkəzinə düşür. Elə bil buradan bura R. Gördün? R. Gördün? Deməli, burada, qoy bunu da belə çəkim. Burada bir O yazaq, O nöqtəsi yazaq R. Deməli, AO bərabərdir OC, bərabərdir OB, o da bərabərdir R-ə. Yaxşı? Yəni ki, xaricinə çəkilmiş çevrənin mərkəzi. Bu aydın oldu. Bu nə zaman olur? Piramidanın yan tilləri bərabərdirsə, onun hündürlüyü oturacağın xaricinə çəkilmiş çevrənin mərkəzinə düşür, mərkəzindən keçir. Yəni, çevrənin mərkəzinə düşür. Aydındır? İndi digər bir şey deyəcəm. Mənə diqqətlə qulaq asın. Deməli, əgər piramidanın oturacağındakı ikiyüzlü bucaqlar bərabərdirsə, onda piramidanın hündürlüyü oturacağın daxilinə çəkilmiş çevrənin mərkəzinə düşür. Bax, qulaq as, izah edirəm. Yenə bir dənə piramida çəkəcəm. Yenə bir dənə piramida çəkəcəm. Deməli, aha. Elə bir yaxşı çəkmədim. Yox, yaxşı çəkmədim. Bir dənə çəkək. Necə dəqiqə? Aha. Aha. Deməli, buradan bir dənə hündürlük çəkək. Deməli, hündürlük hara düşür? Daxilinə çəkilmiş çevrənin mərkəzinə. Yəni, buradan bu R, gördün? Bu R. Buradan da bura R. Yaxşı mı? Aydın oldu. Deməli, 2 dənə şərt dedim sizə. Piramidanın yan tilləri bərabər olanda hündürlüyü oturacağın xaricinə çəkilmiş çevrənin mərkəzinə düşür və yaxud mərkəzindən keçir. Piramidanın oturacağındakı ikiyüzlü bucaqlar əgər bərabərdirsə, yaxşı mı? Onda piramidanın hündürlüyü oturacağın daxilinə çəkilmiş çevrənin mərkəzinə düşür. İndi bir dənə mən buradan
İkiyüzlü bucaqları göstərim, hərfləri qeyd edeyim. Məsələn, S-A, sonra bura B yazaq, bura S yazaq, sonra bura O yazım. Hər şeyi məncə qeyd elədim. Bircə dəqiqə bura N yazım, bura K yazım, nə bilim burada M yazım. Deməli ikiyüzlü bucaqları deyirəm. Bircə dəqiqə. Qoy onda bunun ikiyüzlü bucağı da çəkim sonra deyim də. Bir dəqiqə. Aha. Bax. Deməli bucaq S, K, O yaxşımı? Bərabərdir. Bucaq S, buradan da bir N nöqtəsinə çəksəm, üst-üstə düşdü deyənə görünmür. SNO, o da bərabərdir. Bucaq, buradan da belə çəksəm, SMO. Yaxşı, bunlar ikiyüzlü bucaqlardır. Hamısı eyni bucağa bərabər olanda piramidanın hündürlüyü oturacağın daxilə çəkilmiş çevirən mərkəzinə düşür. Davam edirik nə ilə? Davam edirik piramidanın diagonal kəsiyi ilə. Bax, piramidanın diagonal kəsiyi. Deməli, piramidanın diagonal kəsiyi. Videoya diqqətlə baxın. 2 qısa qoyun baxın. Nə edirsə eləyin. Əsas odur ki, baxın. Bax, bir dənə piramida çəkirəm. Nə qəşəng iştah açıcı rəngi var. Deməli, S. Bu belə, bu da belə. Deməli, buradan bircə dəqiqə qeyd eləyəcəm. A, B, C, D. Buradan da bir hündürlüyü endirdim. H. Deməli, uşaqlar, şəklə baxın. AC, bir də SC-dən keçən o müstəvi var ha. Bax, o diagonal kəsiyidir. Yaxşı. Aydın oldu. Elə bil mən bir dənə düzgün dördbucaqlı piramida çəkdim. Burada AC və SC-dən keçən o elə bil ki, müstəvi diagonal kəsiyidir. Bu bərabər yanlı üçbucaqdır. Yaxşımı? Deməli, piramidanın öz hündürlüyü elə o diagonal kəsiyinin hündürlüyüdür. Aydın oldu. Bunda dedik, keçdik tetraedra, məşhur tetraedra. Deməli, tetraedra. Tetra 4 deməkdir. Deməli, ümumiyyətlə tetraedr nədir? Tetraedr bütün üzləri bərabər olan üçbucaqlı piramidaya düzgün tetraedr deyirik. Yaxşı, bütün üzləri də deyirik, tilləri də deyirik, fərq yoxdur. Bütün üzləri və tilləri də deyə bilərik. Axır ki, bütün üzləri və tilləri bərabər olan üçbucaqlı piramidaya düzgün tetraedr deyirik. 4 dənə bərabər tərəfli üçbucaqdan ibarətdir. Yaxşı, elə bil normalda biz piramida deyəndə bunun yan üzləri bərabər yanlı üçbucaq olur. Amma bu 4 dənə tetraedr 4 dənə bərabər tərəfli üçbucaqdan ibarətdir. İndi bir dənə tetraedr çəkəcəm. Bax, mənə diqqətlə qulaq asın. Tetraedr çəkəcəm. Deməli, yallah. S, A, S, B. Hər tərəfə A yazaq. Hər tərəf olsun A. Aha. Buradan bir piramidanın bir hündürlüyünü çəkim. Bu olur böyük yer, bu olur balaca yer. Yaxşı. Deməli, sizə bir dənə söz deyim. Bərabər tərəfli üçbucağın biz sahəsini nətər tapırdıq? A kvadrat kök 3 bölü 4. Düzdür? Fərqli rəngdən istifadə edək. Hansı rəng eləyib? Bu nədir? Bundan istifadə edək, heç eləməmişim. Deməli, bunun gördüyü bərabər tərəfli üçbucağın bilirəm ki, A kvadrat kök 3 bölü 4. Burada da elə bir ki, yan tərəfində 3 dənə bərabər tərəfli üçbucaq var da. Ona görə 3'ü vururam. A kvadrat kök 3 bölü 4'ə. Gördük. Deməli, yan səthin sahəsi tetraedrdə bax bu düsturdan hesablanır. İndi bir dənə sizə bir söz deyim. Bax, bu şəklə baxın. Şəkildə nə görürəm? H kvadrat üstə gəl R kvadrat bərabərdir A kvadrat. Buradan H kvadrat bərabərdir A kvadrat çıx R kvadrat. Düzdür, Pifaqor teoreminə görə. Aha. İndi bax, bu R var ha. Xarica çəkilmiş bərabər tərəfli üçbucaqda. Radius düsturu bu deyil. Bax, bunu gətirib elə bil. Burada qoyacağım yerinə. Nə olur? A kvadrat çıx. Kvadrata yüksəltsəm nə olur?
9'da 3a kvadrat. O da bərabərdir 9'da 6a kvadrat. İxtisar gedir 3'də 2a kvadrat. Onda hündürlüyü nəyə bərabərdir? H nəyə bərabərdir? Kök alıb birbaşa yazacağım. İrrasionallıqdan azad eləsəm, bax hündürlük buna bərabərdir. Gördüyü hündürlüyün düsturu. Həcmin də düsturu tetraedrdə 3'də 1 S oturacaq vur H-dır. Düzdürmü? 3'də 1 oturacaq a kvadrat kök 3 bölü 4'dür. H-dakı de budur. Bunu da elə bir gətirib burada yerinə qoyacağım. A kök altı 6 bölü 3'dür. Yəni bu düsturu əzbərləməsəz də belə çıxarda bilərsiniz. O da olur a kubu kök 2 bir də fəmlik yazdım 12. Yaxşı. Daha sonra tetraedrdə böyük R bərabərdir. A kök altı 6 bölü 4'ə. Balaca R də bərabərdir. A kök altı 6 bölü 12'yə. Aydın oldu. Elə bir ki böyük yer əslində 3 mislinə bərabərdir balaca R-in. Bu da oldu tetraedr haqqında məlumatlar. Getdik kəsik piramidaya. Kəsik piramida. Deməli, yox bu rəngdən bezdik. Görək nə rəng tapırıq. Aha. Kəsik piramida. Kəsik piramida. Uşaqlar, yadınızda saxlayın, piramidanın oturacağına paralel və onu kəsən müstəvi ilə oturacağı arasında o qalan o çox üzlüyə kəsik piramida deyilir. Yaxşı, kəsik piramidaya elə bir ki, normalda elə bir piramidanın müəyyən hissəsini kəsmisən də, bax, kəsik piramidaya bir dənə şəkil çəkəcəm. Məsələn, kəsik 3 bucaqlı piramida çəkə bilərik, kəsik 4 bucaqlı piramida çəkə bilərik. Heç bir fərqi yoxdur. Elə çəkim ki, yerləşsin bircə dəqiqə. Bax. Baxın uşaqlar, çəkdim mən burada, bir də vaxt getməsin. Deməli, o bir, bu da o. Bu da oldu kəsik piramida. Yaxşı, kəsik piramida da, bax, A1, A1 bərabərdir BB1-ə, o da bərabərdir CC1-ə, o da bərabərdir DD1-ə. Buna düzgün dördbucaqlı kəsik piramida deyirik. Yaxşı, burada, deməli, S-yan bərabər nəyə? 2'də 1, P1 plus P2 vur H. Bəs V nəyə bərabərdir? Yəni həcm. Həcm də bərabərdir H bölü 3. Yazacağım indi. Ümumiyyətlə P1 nədir onu deyim. P1 aşağı oturacağın perimetrdir. P2 yuxarı oturacağın perimetrdir. H-da biz apofem deyirik. H-a apofem deyirik. Yaxşı. Sonra həcm nəyə bərabərdir? H bölü 3. S1 üstəgəl. S1 S2 üstəgəl S2. Aydın oldu. Bəs tam səthin sahəsi nədir? Burada böyük H kəsik piramidanın hündürlüyüdür. Kəsik piramidanın hündürlüyü. Aha, deməli, S tam nəyə bərabərdir? S1 üstəgəl S2 üstəgəl S-yan. S1 S2, S1 aşağı oturacağın sahəsidir. S2 yuxarı oturacağın sahəsidir. Aydındır. Bilirəm uzun oldu, amma da bundan qısa mümkün deyil. Yaxşı baxın videoya. Bilmirəm ki, qısa qoyursunuz, nə edirsiniz? Baxın, öyrənin.